Bu gecə Əlinin şəhadət gecəsidir. Bu gecə kimə and verək Allahı? Kimə and verək? Əlidən üstün kimə and verək? Allah özü qərar verib Qədr gecəsində Əli şəhid olsun. Heç nəyimiz olmasa da Əliyə ağlayıb bağışlatdıraq öz günahlarımızı. Əlinin ömrünün son gecəsidir bu gecə. Bu gecə şiyələrin yetim qalan gecəsidir. Bu gecə atamızı itirmişik biz. Bu gecə atamız əlimizdən gedib. Bu gecə Küfədə nə qədər yetim uşaq var idi, hamısı ac yatdılar. Ac yatdılar bu gecə. Çünki yetimlər atası dünyadan köçür. İmam Həsən əleyhissalamın başının üstə dayanıb, ömrünün son saatlarıdır. Birdən qapı döyüldü. Ağa gəldi, qapını açdı, gördü yetim uşaqlardır dayanıblar. Əllərində qab südlə doludur. Dedilər, ağacan, hər gecə Əmir əl-Möminin gəlib bizə baş çəkərdi. Eşitmişik, yaralıdır, xəstədir. Bu gecə biz gəlmişik ağamızın ziyarətinə. Əsbəq deyir, Əsbəq ibn Nübatə deyir, mən qapıda dayanmışdım. İçərdən ağlamaq səsi gəlirdi. Səhabələr yığışmışdı, İmam Həsən çıxdı, dedi, dağılışın evvüzə. Hamı getdi, deyir, mənim ayağım gəlmədi getməyə. Mən dayandım, qaldım. Yenə içəridə ağlayanda mən də ağladım. İmam Həsən çıxdı, deyir, dedi, demədim gedin. Dedim, ağa and olsun Allaha, ayağım getmir. Ağamı görməsəm getmərəm. Deyir, qoy ağanın özündən icazə alım. Girdi içəri, dedi, Əsbəq gəl. Deyir, mən girdim, amma ağanı elə vəziyyətdə gördüm. Taqətim qalmadı, dizim büküldü, düşdüm yerə. Deyir, gördüm, bir sarı dəsmal bağlayırlar başına. Amma üzünün rəngi ilə dəsmalın rəngi seçilmir. Deyir, ağlaya-ağlaya düşdüm ayaqlarından öpdüm. Ayaqların öpəndə gözün açdı, dedi, Əsbəq ağlama, and olsun Allaha cənnətə gedirəm. Dedim, ağa bilirəm cənnətə gedirsiniz, öz halıma ağlayıram, sənsiz necə yaşayaq dünyada? Ümmü Gülsüm ağlayır, gözün açdı, dedi, qızım ağlama. Mənim gördüyümü sən də görsəydin ağlamazdın. Dedim, ata nə görürsən? Deyir, qızım, mələklər gəlib dayanıb başımın üstündə. Peyğəmbərlər dayanıb, Anon Zəhra dayanıb, İslam Peyğəmbəri dayanıb. Qoynun açıb, deyir, Əlican, gəl, tələs bizə tərəf. Hüseyin ucadan ağlayanda həmişə gözün açırdı, deyirdi, bala sən ağlama. Sənin ağlamağın göyün mələklərin ağladır. Gözün açır, Allah, Allah fissalah. Namazı sizə tapşırıram. Allah, Allah fil Qur'an. Qur'anı sizə tapşırıram. Allah, Allah fil əytam. Yetimləri sizə tapşırıram. Bu sözləri deyir, yenə gözün yumur, özündən gedir. Bir də gözün açdı nəsə deməyə, dedilər, yəqin vəsiyyət eləyir. Birdən gördülər ki, deyir, əşhədü ən la ilahə illallah. Gördülər, Əli şəhadət dedi və tələsdi öz məhbubuna tərəf, öz Rəbbinə qovuşdu. Bir ömür sədaqətlə qulluq elədi, bəndəlik elədi, Rəbbinə qovuşdu. La havlə və la quvvətə illa billah, əl-əliyyil azim.